Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Dost TV-nin efirindən yenidən salamlayıram sizləri. Onlayn müfəttişin növbəti buraxılışı efirdədir. Əmək hüququ insanın iş həyatındakı hüququdur. Bəs bu hüququ qoruyan nədir? İş saatı, maaş, istirahət. Bəli. Amma bir şey var ki, bu hüquqların hamısından öndə gəlir. Bu, sağlam və təhlükəsiz iş şəraitidir. Bugün Dost TV-də təhlükəsiz əmək şəraitinin təmin edilməsinin şərtlərindən danışacağıq. Mövzuya həm rəsmi, həm də sahibkar perspektivindən yanaşacağıq. Mövzumuz ciddi, qonaqlarımız isə bu sahəyə yaxın olan şəxslərdir. Lakin mövzuya keçid etməmişdən öncə gəlin Dövlət Əmək Müfəttişliyi Xidmətinin aylıq xəbər blokunu izləyək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmət tərəfindən İmişli şəhərində işə götürənlər üçün maarifləndirici tədbir keçirilib. Tədbirdə Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşı iştirak edib. Tədbir, əmasın imkanları və yeniliklər və iş yerlərində əməyin mühafizəsi mövzularını əhatə edib. Tədbirdə xidmətin Mil Muğan regional şöbəsini əhatə edən rayonlar üzrə dövlət və özəl sektora aid müəssisə və təşkilatların nümayəndələri, Nazirliyin strukturuna daxil olan region üzrə digər qurumlarının, həmçinin Nazirliyin sosial tərəfdaşlarının əməkdaşları iştirak ediblər. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyinin müvafiq qurumları arasında onlayn formatda görüş keçirilib. Tərəflər arasında bilik və təcrübə mübadiləsi aparılıb, əməkdaşlığın inkişafı üçün iki tərəfli memorandumun qəbulu məsələsi müzakirə edilib. Həmçinin iki ölkə arasında mövcud əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərində fəaliyyət göstərən işə götürənlərin əmək sahəsində maarifləndirmə işinə dəstək vermək üçün tədbir keçirib. Tədbir, analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi, iş yerlərində əməyin mühafizəsi mövzularına həsr edilib. Tədbirdə xidmətin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından mütəxəssislər iştirak ediblər. Müvafiq mövzularda çıxışlar dinlənilib. Görüşdə Əməyin Mühafizəsi Mərkəzinin gördüyü işlər barədə işə götürən və onun nümayəndələrinə ətraflı məlumatlar verilib. Bildirilib ki, mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir. Dövlət Əmək Müfəttişliyi Xidməti Asan İnnovativ İnkişaf Mərkəzi ilə birgə işə götürənlər üçün növbəti təlim təşkil edib. Xidmətin Daxili Nəzarət və Normativ Hüquqi Sənədlərlə İş Şöbəsinin müdir müavini Günel Baxşıyeva tərəfindən keçirilən təlim analığın mühafizəsi və qadınların əmək hüquqları mövzularına həsr olunub. Təlimdə işə götürənlər analığın mühafizəsi, qadınların əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlarla bağlı ətraflı məlumatlar verilib. Dövlət Əmək Müfəttişliyi Xidməti işə götürənlər üçün salyanda iş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq işin tənzimlənməsi qaydaları və iş yerlərində əməyin mühafizəsi mövzularında növbəti maarifləndirmə tədbiri keçirib. Görüşdə 100-dən çox işə götürən və onların nümayəndələri iştirak ediblər. Tədbirin açılış nitqini xidmətin Şirvan Salyan Regional Şöbəsinin rəisi Anar Xıdırov söyləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və Oğuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Oğuzda konfrans təşkil olunub. Konstitusiya və suverenlik ilinə həsr olunan əmək və sosial müdafiə, müasir çağırışlar və rəqəmsal həllər mövzusunda keçirilən konfransda müvafiq dövlət qurumlarının nümayəndələri və işə götürənlər iştirak ediblər. Tədbir zamanı panel müzakirəsi keçirilib. Paneldə Cavid Əbdülqədirov, Vəli Quliyev, Sadiq Əliyev, Himalay Məmişov çıxış edib, mövzuyla bağlı sualları cavablandırıblar. Daha sonra konfrans iştirakçılarının müzakirə edilən mövzularla bağlı sualları cavablandırılıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən əmək sahəsində standartlaşdırma üzrə texniki komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Beynəlxalq Əmək Təşkilatının əməyin təhlükəsizliyi və gigiyenası haqqında 155 nömrəli konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-i əməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi
üzrə tələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə vasitələri üzrə sınaq prosedurlarına dair tələbləri əhatə edir. Yeni standartların iş yerlərində tətbiqi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizliyi qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm önəm kəsb edir. 2025-ci ilin yanvar və fevral ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinə daxil olan 2914 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb. Bununla yanaşı, xidmət tərəfindən 3218 sorğu və məktuba baxılıb. Həmçinin rəhbər vəzifəli şəxslər və əməkdaşlar tərəfindən 2963 vətəndaş fərdi qaydada qəbul edilib. Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai yaşa, nəqliyyat və digər sahələrlə bağlı olub. Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İmran Əliyevin ailəsini ziyarət edib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid İmran Əliyev Vətən uğrunda Suqovuşanın azad olunmasına görə, Laçının azad olunmasına görə medalları ilə təltif olunub. Görüş zamanı şəhidlərimizin, o cümlədən İmran Əliyevin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən bəhs olunub. Bildirilib ki, şəhidin ailəsi hər zaman dövlətin qayğısı ilə təmin olunacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən, işə götürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edib. Yox. Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən, işə götürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işə götürənlər tərəfindən işçilərə ödənilib. Həmin vəsaitin 86,3% əmək haqlarından, qalan hissəsi işə götürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənişlərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı xidmət həmçinin 7 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar. Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən əmək sahəsində standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Gəlin, bu barədə hazırlanmış video çarxı izləyək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən əmək sahəsində standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyət planına uyğun olaraq əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Beynəlxalq Əmək Təşkilatının əməyin təhlükəsizliyi və gigiyenası haqqında 155 nömrəli konvensiyasının tələblərinə uyğun hazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-i əməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi üzrə tələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə vasitələri üzrə sınaq prosedurlarına dair tələbləri əhatə edir. Qeyd etdiyim kimi, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənən bu standartların 10-u işçilərin fərdi mühafizə vasitələrinə aiddir. Təsdiq edilmiş bu standartlar başın qorunması, gözlərin qorunması, tənəffüs yollarının qorunması, eşitmə aparatının qorunması, əllərin qorunması, ayaqların qorunması, qoruyucu kəmərlər və təhlükəsizlik kəndirləri sahələrini əhatə edir.
Fərdi mühafizə vasitələrinə dair standartların tətbiqi, işçilərin təhlükəsizliyini təmin etmək, riskləri minimuma endirmək, işçilərin daha təhlükəsiz şəraitdə çalışması, sənaye sahələrində beynəlxalq tələblərə uyğun əmək təhlükəsizliyinin təmin edilməsi, həmçinin fərdi mühafizə vasitələrinin keyfiyyətli və etibarlı artırılması məqsədini daşıyır. Qeyd etmək istərdim ki, sağlam və təhlükəsiz iş mühitinin yaradılması üçün hər bir təşkilat və hər bir fərd bu standartlara uyğun fəaliyyət göstərməlidir. Bir daha hər vaxtınız xeyir olsun əziz izləyicilər, onlayn müfəttiş davam edir. Bu günləri biz efirin əvvəlində də qeyd etdiyim kimi təhlükəsiz əmək şəraitinin təmin olunmasının şərtləri barədə danışacağıq. Mövzuyla bağlı studiyamızın qonaqları da buradadır və istərdim ki, qonaqlarımızı təqdim edim. Efirimizin bugünkü qonaqları Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsinə Nəzarət Şöbəsinin müdir müavini Elxan Çərkəzov. Elxan müəllim, xoş gəlmisiniz. Sağ olun, təşəkkürlər. Və GeoProject MMC şirkətinin təsisçisi və direktoru İlkin Əliyev. İlkin müəllim, xoş görüldük. Xoş gördük. Və hər iki qonaqlarımıza gəldiklərinə görə təşəkkürümüzü bildiririk və elə istərdim ki, bu günləri görüşümüz gördüyünüz kimi iki qonağımız iştirak eləyir və müzakirə formatında keçiriləcək və istərdim elə ilk sualımıza başlayaq Elxan müəllim sizinlə birlikdə. Əməyin mühafizəsi, ümumiyyətlə əmək mühafizəsi nədir? Əmək mühafizəsi deyəndə nə nəzərdə tutulur? Bu barədə bizə ətraflı məlumat Əmək mühafizəsi dedikdə bildiyimiz kimi əmək mühafizəsi qaydaları qorunması əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən tənzimlənir. Və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək mühafizəsi dedikdə işçilərin sağlam və təhlükəsiz şəraitdə işləmə hüququnu təmin etmək məqsədi ilə bu məcəllədə digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, əmək müqavilələrində, sazişlərdə texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə, profilaktika tədbirləri, normaları, standartları sistemidir. Təşəkkürümüzü bildiririk Elxan müəllim və Elxan müəllim qeyd etdi, əmək mühafizəsi ümumiyyətlə təhlükəsiz əmək şəraitinin təmin olunması deməkdir. Siz bir sahibkarsınız, sizin də bir iş yeriniz var, işçiləriniz var. Bir sahibkar olaraq, bəs siz öz şirkətinizdə əmək mühafizəsi qaydalarını necə təmin edirsiniz? Bilirsiniz, əməyin mühafizəsi qaydası iş şəraiti üçün ən ümdə və ən vacib şərtlərdən biridir, mən belə düşünürəm. Və mütəmadi olaraq biz tədbirlər həyata keçiririk bununla bağlı ki, birincisi maarifləndirmə tədbirləridir. Ondan sonra işçilərin potensialının qiymətləndirilməsi və iş şəraitinin potensialının qiymətləndirilməsi. O cümlədən keçirdiyimiz tədbirlər təhlükəsizlik təlimləridir, avadanlıq və alətlərdən istifadə qaydalarının təlimləridir, risklərin qiymətləndirilməsidir, təhlükəsizlik yoxlamalarıdır, təcili hallar üçün planlardır. O cümlədən də işçilərin sağlamlıq və fiziki vəziyyətinin yoxlanılmasıdır. Bu tədbirləri biz mütəmadi olaraq həyata keçiririk, işçilərimizlə belə deyək də əlaqədə oluruq bu şeylərlə bağlı. Təşəkkür edirəm. Elxan müəllim, ümumiyyətlə əmək mühafizəsi geniş bir anlayışdır və bu sahə üzrə nə qədər mütəxəssis çox olsa, düşünürəm ki, bir o qədər faydalıdır. Çünki iş yerlərində hər hansısa bir bədbəxt hadisənin qarşısını almaq üçün təbii ki, bu sahə üzrə mütəxəssislər artmalıdır ki, maarifləndirici tədbirlər də görsünlər, maarifləndirici təlimlər keçsinlər. Bəs ümumiyyətlə bu sahə üzrə mütəxəssis hazırlığı necə həyata keçirilir və eyni zamanda məsələn işə götürən işçilərinə təlimlər keçməlidir də əmək mühafizəsinə bağlı. Bunlar necə tənzimlənir? Ümumiyyətlə keçirlərmi onlar bu sahə üzrə? Belə qeyd edelim, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci və 219-cu maddəsinə istinad edərək fikrimi bildirəcəm. 215-ci maddə hansı ki, işə götürən və onun mülkiyyətçilərinin vəzifələridir. 215-ci maddənin bir hissəsində qeyd olunur ki, işə götürən işçilərin təlimatlandırılmasını, təlimlərinin keçirilməsi, biliyinin yoxlanılmasını təmin etməlidir. Və 219-cu maddədə bu hansı formada aparılmalıdır? Həm işə götürən özünün, həm o mütəxəssislərinin, bu əmək mühafizəsi və mütəxəssislərin və digər işçi heyətinin 3 ildə bir ixtisas artırma kurslarına cəlb olunmalıdırlar qanunvericiliyin tələbinə əsasən və davamiyyətlə əmək mühafizəsi sahəsi təlimində bilikləri təkmilləşdirilməlidir. Bundan əlavə yeni işçilərə, yeni işə qəbul olunmuş işçilərə və başqa işə keçirilən işçilərə əmək mühafizəsi sahəsində təlimlər keçirilməli və bu sahədə bilikləri yoxlanılmalı, norma və qaydalarına uyğun olaraq biliklərinin yoxlanılması təmin olunmalıdır.
Əslində onu çox düzgün vurğuladınız ki, bu təlimlər mütəmadi keçirilməlidir. Çünki əməyin mühafizəsi ilə bağlı kifayət qədər qaydalar, qanunlar var, hansı ki, işçə götürən və yaxud da işçilər bunun hamısını yadında saxlamaya bilər təbii olaraq. Yəni ona görə mütəmadi bu təlimlərin keçirilməsi düşünürəm ki, daha məqsədə uyğundur. Bəs İlkin müəllim, bu qaydalarla bağlı, əməyin mühafizəsi ilə bağlı siz hansısa bir çətinliklə qarşılaşırsınızmı öz şirkətinizdə? Bilirsiniz, bu sahədə biz görürük ki, mütəmadi olaraq qanunvericilikdə də yeniliklər olur, yeni dəyişikliklər olur. Və biz də çalışırıq ki, bu dəyişikliklərlə bağlı müntəzəm, belə deyək də, izləyə bilək və bununla bağlı öz əməkdaşlarımızı maarifləndirə bilək. Bu əməyin mühafizəsindəki qanunlara uyğunlaşmasından bağlı bizdə misal üçün, belə deyək də, bütün özəl sektorda resurs satışmazlığı ola bilir. Yəni, təhlükəsizlik avadanlıqlarının alınması bəzən işə götürən tərəfindən maddi yük olduğuna görə bu çətinliklər olur. O cümlədən texniki və avadanlıq strukturlarına uyğunluq, yəni işçilərin həmin, belə deyək də, müasir texniki avadanlıqlarda uyğunluğu, iş mühitinin təhlükəsizlik risklərindən düzgün qiymətləndirilməsi, əməyin mühafizəsi, ən ümdə məsələ isə burada mən düşünürəm ki, əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılmasıdır. Əməyin mühafizəsi mədəniyyəti hər bir insan üçün öz taleyinin, öz fiziki, belə deyək də, təhlükəsizliyinin qorunması üçün ən ümdə məsələdir. Biz çalışırıq ki, bilirsiniz də, insanlarda, əməkdaşlarımızda bu fikri formalaşdıraq ki, bu daha çox sizin özünüzə lazımdır. Bu, həm özünüzün, belə deyək də, insanların təhlükəsizlik risklərinin qarşısına alınması və əsas ümdə məsələ də ki, bu, belə deyək də, mədəniyyəti formalaşdırmaqdır ki, insanlar daha, belə deyək, mütəmadi olaraq buna riayət edə bilsinlər və dərk eləsinlər, şuurlu surətdə. Mən belə düşünürəm. Çox gözəl vurğuladı İlkin müəllim. Düşünürəm ki, İlkin müəllim, həqiqətən də belə bir mədəniyyət formalaşmalıdır ki, insanlar artıq bilsinlər ki, bəli, əməyin mühafizəsi anlayışı nədir və biz buna əməl etməliyik. Biz bunu bir mədəniyyət belə deyim, anlayışına çevirməliyik. Bir də onu vurğulamaq istədim ki, bizim verilişimiz müzakirə formatındadır. Yəni, istənilən şəkildə İlkin müəllim istəsəz, siz sualınızı bizim rəsmi nümayəndəmiz İlxan müəllimə də verə bilərsiniz. Eyni zamanda İlxan müəllim, siz də İlkin müəllimin danışıqlarına əsasən əlavələr də eləyə bilərsiniz, onun dediklərinin əsasında. Və İlxan müəllim, bir sual da istəyərdim sizə verim ki, bildiyimiz kimi işçilərin səhhətində müəyyən problemlər baş verir. Bəs bu hansı halda araşdırılır və xüsusi olaraq deyirlər ki, hə, bu istehsalatda baş vermiş bir hadisədir, bu istehsalatda, yəni iş yerində olmuş bir hadisənin səbəbindən doğub, belə deyək. Başa düşdüm, təşəkkürlər sual üçün. Yenə də mən məcəllədən gələcəm. Məcəllənin, əmək məcəlləsinin 217-ci maddəsində qeyd edilir ki, istehsalatda baş vermiş bədbəxt hadisə baş verdikdə həmin gün işə götürən və ya onun nümayəndəsi tərəfindən bu sahəyə nəzarət edən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Məlumat verildikdən sonra, yəni biz müvafiq icra hakimiyyəti orqanı dedikdə Dövlət Əmək Müfəttişliyi Xidməti nəzərdə tutulur və Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verildikdən sonra artıq xidmət tərəfindən hadisənin araşdırılmasına və təhqiqatına başlanılır. Hadisə istehsalatda baş vermiş bədbəxt hadisə olduğu müəyyən edildikdə artıq Nazirlər Kabinetinin istehsalatda baş vermiş bədbəxt hadisələrin araşdırılması və çota alınması qaydaları, hansı ki 27 saylı qərara əsasən qərarın 1.2-ci bəndinə uyğun olaraq hadisənin təhqiqatının aparılmasına başlanılır. Hansı hallarda təhqiq edilməyə gəldikdə isə qeyd elədiyim 27 saylı qaydaların 1.2-ci bəndində qeyd olunmuşdur ki, işçilər bədbəxt hadisə iş yerində xəsarət alma falı hansı hallarda baş verdikdə təhqiq edilməlidir. Bura aiddir. İşçi əmək funksiyalarını yerinə yetirdikdə, o cümlədən ezamiyyətdə olduqda və yaxud müəssisənin mənafeyi üçün fəaliyyətlə məşğul olduqda və yaxud işçi müəssisənin şəxsi yazılı sərəncamına əsasən şəxsi minik vasitəsilə işə gedərkən, işə gələrkən və ya müəssisənin xidməti maşını ilə və müqavilə əsasında digər bir şirkətlə bağladığı müqavilə əsasında xidməti maşınlarla işə gedərkən, işdən gələrkən, istehsalatda əmək funksiyasını icra edərkən, işdə işçi əmək funksiyasını icra edərkən digər şəxs tərəfindən ona xəsarət yetirilərkən və yaxud tibbi rəy əsasında infarkt, insult, istehsalatda əmək şəraiti ilə bağlı olduqda hadisənin təhqiqat aparılmalıdır. Bəs istehsalatda baş vermiş hadisə kimi qeydiyyata alınmasa, onda nə olur bəs?
Bu zaman isə bu hansı hallarda istehsalata baş vermiş bədbəxt hadisə kimi qeydə alınmaz və rəsmiləşdirilməz. Bu qaydaların bir 4-cü bəndində qeyd olunmuşdu, hansı ki, biz az əvvəldə qeyd etdiyimiz 27 saylı qaydaların bir dövründə işçi iş zamanı hər hansı bir şəxsi məqsədlə məşğul olarkən və yaxud işçi deyək ki, digər narkotik ya psixotropik maddələrindən istifadə edərək və yaxud texniki spirtlərdən istifadə edərək əmək funksiyasını icra edərkən xəsarət alması halları və yaxud intihar, özünə qəsd, təbii ölüm halları. Bu hallarda isə infarkt, insult bu məhkəmə tibbi ekspertizasının rəyinə əsasən təsdiqlənməlidir ki, təbii ölümdür. Ancaq intihar, özünə qəsd halları isə hüquq mühafizə orqanlarının rəyinə əsasən öz təsdiqini tapmalıdır ki, burada təbii infarkt, insult halları da olduqda sadaladığımız hallara uyğun olduqda artıq bu hallarda təhqiq edilmir və bir də qaydaların 2.6-cı bəndində qeyd olunmuşdur, hansı ki, işçi əmək qabiliyyətini bir gündən artıq müddətdə itirmədikdə və ya tibbi rəy əsasında daha yüngül işə keçirilməkdir. Bu nə deməkdir? Deyək ki, işçi hansısa bir avadanlıqda işləyir, yüngül bir xəsarət, cızıq xəsarəti və ya bir kəsik xəsarəti alıb və bunun nəticəsində işçi əmək qabiliyyətinə davam edir. Sadəcə ilkin tibbi yardım göstərildi, əmək qabiliyyətinə davam edir. Bir gündən artıq müddətdə ya əmək qabiliyyətini itirməyib və ya tibbi rəy əsasında daha yüngül işə keçirilməsinə ehtiyac yoxdur. Bu halda isə rəsmiləşdirilmir və bədbəxt hadisələrin qeydiyyat jurnalında çota alınmır. Ki, mən maraqlıdır. Bəs sizin hər hansısa belə bir təcrübəniz olubmu ki, istehsalatda bədbəxt bir hadisə baş verib, amma belə deyim də istehsalat qəzası kimi qeydiyyata alınmayıb? Yəni ümumiyyətlə təcrübənizdə olubmu belə bir şey və yaxud da bədbəxt hadisə baş veribmi ümumiyyətlə? Yox, Allah'a şükür ki, bizdə hələ bir bədbəxt hadisə baş vermiyor, amma mən İlham müəllimin dediklərindən razıyam. Bəzi hallar yaranır ki, bilirsiniz, biz işçiləri maarifləndiririk, təlimatlandırırıq, hətta belə deyək də o sətəm üzrəki jurnallar da imzalayırlar. Belə deyək də hər bir işçinin başının üstündə bir jandarm qoymaq imkanımız yoxdur. Sadəcə olaraq bəzən işçi öz məsuliyyətsizliyindən, misal üçün hündürlükdə işləyəndə ayaqaltını üzərində işləyib hündürlükdə olanda kəmərlə özünü bağlamır şeyə. Oradakı belə deyək də özünü qorumaq üçün, mühafizə eləmək üçün. Bir dəfə deyirsən, 2 dəfə deyirsən, amma görürsən ki, bəzən deyir ki, mənim ürəyim sıxılır, bəzən deyir ki, belə. Bu hallarda mən düşünürəm ki, biz tərəfdən, biz əlimizdən gələni eləyirik, maarifləndiririk. Amma o hadisə ani olan bir şeydir də. Və yaxud da biz əvvəlcədən hava proqnozuna baxırıq ki, sabah küləyin sürəti necə olacaq və bizim işlədiyimiz sahə tutaq ki, əgər fasad hissədədirsə, orada yüksəklikdədirsə və fasadda yüksəklikdə və o şimal tərəfdəndirsə, küləyin istiqamətinin üzərindədirsə, biz orada tədbirlər görürük və müəyyən bir şey bilirsiniz də normativlər var. O normativlərə görə bəzən işə çıxmağa icazə vermirik. Amma müəyyən hallarda işçiliyinə maarifləndiririk ki, belə deyək də, kaskadı, jinetidir, ayaqqabısıdır, ondan sonra belli kəməridir, mühafizə vasitələrindən istifadə eləsin. Bəzən görürsən ki, ondan istifadə eləmirlər və bu da ani bir hadisə kimi olur və bədbəxt hadisələri gətirib çıxarda bilir. Bu hissədə, çox üzr istəyirəm, mən bir müdaxilə eləmək istəyərdim. Eyni ilə İlkin müəllim az əvvəl çox gözəl bir ifadə işlətdi, yəni əməyin mühafizəsi, təhlükəsizlik mədəniyyətinin formalaşması. Təbii ki, bu hissədə biraz İlkin müəllimin qeyd elədiyi kimi işçilər tərəfindən də boşluq halları var və yaxud daha deyək ki, stajı olan işçilər bu fərdi mühafizə vasitələrindən istifadə etməyi istəmirlər ki, biz illərdir bu formada işləmişik, bizə hər hansı bir bədbəxt hadisə baş verməyib və ya xəsarət alma halları olmayıbdır. Əlbəttə ki, bu hallar da var. Yəni işçilərin fərdi mühafizə vasitələrindən öz təcrübələrinə əsaslanaraq istifadə etməmə halları. Elxan müəllim, üzr istəyirəm, orada bir nüans deyim sizə istehsalatla bağlı da. Məsələ nədən gedir? Bilirsiniz, işə götürən tərəf biz olaraq tutaq ki, hər hansısa bir sahənin işlənilməsi üçün belə deyək də 1 kvadrat metrinə mi görə və yaxud da ki, bir sahənin ölçülməsinə görə ki, bu belə deyək də şey ödənilir, məvacib ödənilir və yaxud da ki, o işçi isə istəyir ki, bir gündə tutaq ki, daha çox iş görə və belə deyək də, özü fikirləşir ki, çevik hərəkət eləsin, daha çox iş görsün, çox üzr istəyirəm, daha çox pul qazansın. Amma bilirsiniz, o psixologiyanı insanların başından çıxartmaq lazımdır ki, birinci, ən ümdə məsələ can təhlükəsizlikdir. İnsanlar, mən tez işləyim,
bu işi də görüm, qutarım, keçim, onu da görüm. Amma ani bir şeydə bir insanın taleyi həll olunur. Bəli, Ani bir hadisədə. Buyurun. Burada əlavə eləmək istədiyim digər bir hissədə nədən ibarət idi? Hansı ki, ilkin müəllim qeyd elədi ki, biz təlimatlar keçirik, fərdi mühafizə vasitələri verilir, yüksəklikdə işlənilirsə burada hava şəraiti də nəzərə alınır. Amma burada bir şey də unutmamaq lazımdır ki, yəni bəzən bizim olur işə götürənlərin etiraz eləyirlər ki, biz təlim keçmişik, fərdi mühafizə vasitələri ilə təmin etmişik. Burada bizim nəzarət funksiyamız olmalıdır. Mütləq ki, işçiyə əməyin mühafizəsi üzrə bir nəzarət funksiyamız olmalıdır. Ola bilər ki, biz təlim keçmişik. Fərdi mühafizə vasitələrinə bağlı, təhlükəsizliyinə bağlı ki, yüksəkliyə qalxdıqda artıq bu iki müəllim qeyd elədiyi kimi təhlükəsizlik kəmərindən istifadə etməlidir. Hündürlükdə iş gedirsə, burada bizim hansı riskimiz var? Yüksəkliklə bağlı işlərdə bir yüksəklikdən yıxılma riskimiz var. Bir də bizim üzərimizə hansısa bir əşyanın, avadanlığın düşərək bizə xəsarət yetirmir. Adi misal üçün elektrik avadanlıqlı cihazlardan istifadə edəndə onun belə deyək də düzgün elektrik naqilinin gətirib alətə birləşdirilməsində də bəzən səhlənkarlıq edirlər. Misal üçün naqil qalır bir dəmirin arasında qısa qapanma verir. Yəni bu məsələlərdə insanları maarifləndirmək kifayət eləmir və yenə deyirəm Elxan müəllim qanunu baxımdan belə çərçivələri müəyyənləşdirir. Amma belə deyək də bu fərdi olaraq insanlar gərək bunları dərk eləyək ki, orada yanğın təhlükəsi yarana bilər. Öz canlının sağlamlığını düşünmür. Bəli. Elxan müəllim, onda belə çıxır ki, yəni ümumilikdə yenə də əgər hər hansı bir qaydaya əməl olunmursa, yenə əsas məsuliyyət işə götürən üzərindədir. İşə götürən baxmayaraq ki, deyə bilər, mən təlimatlandırmışam, məlumat vermişəm, yəni məsuliyyəti onunla kifayətlənmir. Sona qədər nəzarət etməlidir. İşçi təbii ki, bütün bu bəli, sona qədər nəzarət etməlidir, amma əlbəttə ki, bu təhqiqat aparılır. Praktikada bu hallarda olur ki, bəzən bu işçinin öz ehtiyatsızlığı kimi qiymətləndirilir və artıq burada işə götürən hansısa bir təqsiri olduğu, təqsirkar şəxs olması müəyyən edilmir. Yəni işçinin öz ehtiyatsızlığı və ya öz cavabdehliyi olaraq müəyyən edilir. Çünki artıq işə götürən tərəfindən qeyd edilir, əgər təlimatlar keçirilibsə həqiqətən və əgər həqiqətən fərdi mühafizə vasitələri, kollektiv mühafizə vasitələri yüksək formada təmin olunubsa, işçinin biliyinin yoxlanması, əməyin mühafizəsinin norma və standartları, qaydalara riayət edilməsi ilə bağlı biliyin yoxlanması təmin edilibsə və təhlükəsizlik bir ortam, mədəniyyət yaradılıbsa artıq iş yerində, bu zaman bəli, bu hallarda olur ki, işçinin öz təqsiri və ya cavabdehliyi. Amma dediyimiz kimi mütləq ki, nəzarət halları olmalıdır. Biz təkcə fokuslanmalı deyilik ki, işçiyə təlimat keçirilir və biz fərdi mühafizə vasitəsini verməyimiz o demək deyil ki, bizi məsuliyyətdən azad edirik. Biz fərdi mühafizə vasitəsini və ya kollektiv mühafizə vasitəsini vermişik. Bunun işçinin daimi bundan istifadə olunması etməsinə nəzarət edilməlidir. Təlimatlardan keçirilən təhlükəsizlik təlimatlarına riayət edilməsinə mütləq formada nəzarət olunmalıdır. İstənilən halda əsas məsuliyyət belə deyə bilərik ki, işə götürən üzərində qalır. Yenə də axıra qədər. Mən üzr istəyirəm. Elxan mənim sözünə qüvvət olaraq bildirim ki, biz o nəzarət funksiyasını tək belə deyək də fiziki nəzarət kimi həyata keçirmirik. İndi bilirsiniz də innovativ texnologiyalardan istifadə edərək səs siqnalları, onlayn vaxt rejimində işləyən kameralar vasitəsilə də nəzarət funksiyalarımız var. Biz belə deyək də elə bir iş mühiti yaranır ki, oradakı insanı fiziki durub gözlə izləmək olmur, amma əvvəlcədən quraşdırılmış kameralar vasitəsilə və yaxud da ki, hər hansı bir qapalı məkanda iş gördüyü zaman səs siqnalizasiyaları alətləri vasitəsilə də onları nəzarətdə saxlamaq olur ki, hadisəni əvvəlcədən xəbərdar edir. Tüstüyə qarşı olanda, ondan sonra yanğın təhlükəsi olanda və nəzarət funksiyalarından müasir texnologiyadan istifadə edərək ən maksimum izləyə biləcəyimiz ən maksimum belə şeylərdən istifadə edirik. İlkin müəllim, o sualı verəcəkdim sizə ki, ümumiyyətlə sizin şirkətinizdə əmək mühafizəsi ilə bağlı hansı yeniliklər, hansı innovativ yeniliklər tətbiq olunur? Yəni bu qeyd etdiklərinizdən əlavə. Yeniliklər dedikdə şirkətimizdə bilirsiniz, müasir avadanlıqların istifadəsində, bilirsiniz, fiziki belə əllə görülən işlərdə daha çox indi müasir texnologiyaların istifadəsində lazer cihazlarının belə deyək də tətbiqi, ondan sonra yenə deyirəm kameraların, ağlı texnologiyaların və o cümlədən də biz ona doğru gedirik və o barədə də düşünürük ki, bir proqram təminatı eləyək və bu proqram təminatı vasitəsilə nəzarət funksiyasını proqram özü həyata keçirsin. Kameraların vasitəsilə ki, elə bir məqam yaranar ki, və o proqram təminatına əsasən
kamera özü artıq belə deyək də xəbərdarlıq verə bilər. İndi görürsüz artıq cəmiyyətimiz elə bir inkişaf həddinə çatıb ki, artıq sürücüsüz avtomobillər var. Bu nəyin hesabına əmələ gəlir? Kameraların və sensorların hesabına. Və biz Avropada artıq var o, tətbiq olunur ki, proqram təminatı vasitəsilə, kameralar vasitəsilə iş mühitinin izlənməsi, iş saatının, iş mühitinin, sağlamlığının qorunması və bu cür belə bir şeylər də düşünürük biz. Əslində İlkin müəllim də qeyd etdikləri yeniliklər tətbiq olunarsa düşünürəm ki, istehsalatda ümumiyyətlə əmək mühafizəsi ilə bağlı bütün təhlükəsizlik normaları nisbətən qarşısı alına bilər, mümkün olar. İlham müəllim, bir də təəssüf hissinə deyək ki, istehsalatda baş vermiş hadisələrlə bağlı həyatını itirən insanlar olur və yaxud da xəsarət alan insanlar olur. Bəs onların təminatı necə həyata keçirilir? Biz az əvvəlində də qeyd elədik ki, burada 217-ci maddəyə istinad ediləyək ki, bədbəxt hadisə ilə bağlı məlumat verilməli və hadisənin təhqiqatı aparılmalıdır. Təbii ki, bu hansı hadisələrin təhqiqatı aparılır? Əmək müqaviləsi ilə işləyən işçilər. Artıq əmək müqaviləsi ilə işləyir və əmək müqaviləsi ilə işləyən işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinə icbari sığorta olunmalıdırlar. Yəni biz bədbəxt hadisənin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqatı aparılır, yaradılmış komissiya tərəfindən daha doğrusu təhqiqatı aparılır. Təhqiqatın nəticəsində hadisə istehsalatla əlaqəli hesab edilir və zərər çəkmiş işçiyə və yaxud da ki, işçi həyatını itiribsə, həlak olmuş işçinin ailə üzvlərinə iz formal akt təqdim olunur. Bu iz formal akt təqdim olunduqdan sonra işçinin sığortası varsa 225-ci maddənin tələbləri gözlənilir. İşçi icbari sığorta olunubsa, burada artıq sığorta haqqında qanuna əsasən və Nazirlər Kabinetinin 3 nömrəli qərarı var 2003-cü il 9 yanvar tarix 3 nömrəli qərar var ki, hansı ki bu bədbəxt hadisə nəticəsi və ya peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirən xəsarət alan işçilərə müavinətlərin verilməsi məbləği, qaydaları buna bağlı 3 nömrəli qərar var ki, buna uyğun olaraq tənzimlənir. Artıq işçi sığorta olunduğu təqdirdə. Sığorta olunmadığı təqdirdə isə Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən bütün bu sadaladığımız təzminatlar işə götürən tərəfindən tətbiq olunmur, işə götürən tərəfindən ödənilir və ödənilməlidir. Yəni sığortası 225-ci maddəyə əsasən biz işçini əgər icbari sığorta etmişiksə, bədbəxt hadisələr və peşə xəstəliklərinin nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinə qarşı icbari sığorta etmişiksə, artıq sığorta təşkilatı tərəfindən ödənişlər təşkil olunur. Olmadığı təqdirdə isə bu məsuliyyətlər qalır işə götürən üzrə. İki mən bir də bir maraqlı tərəf ondan ibarətdir ki, ümumiyyətlə əməyin mühafizəsi ilə bağlı nə düşünürsünüz? Risklər və təhlükələr nələrdir? Əməyin mühafizəsi sahəsində ən böyük risk və təhlükələr biz belə düşünürük ki, mexaniki təhlükələrdir. Yəni maşın avadanlıqlar və digər mexanizmlərə əlaqəli risklərdir. Bu daha çox yayılmış risklərdir. İşçilərin bu avadanlıqlarla işləyərkən təlimata riayət etməmələri bu cürdür. Təhlükəli kimyəvi maddələrlə işləmək zamanı ciddi təhlükələr yarana bilir. Fiziki təhlükələrdə, yəni yüksək səslər, vibrasiya və yüksək temperaturlu olan ərazilərdə işləmək iş riskləridir. Yüksək hündürlüklərdə bu riskdir. Elektrik təhlükələridir. Bədən əzilməsi və zədələnməsi riskləridir. Yəni hər hansısa bir əşyanı qaldıranda onurğanın yerinin dəyişməsi və yaxud da düzgün qaldırmaq zamanı ağırlıq əşyasının üzərinə gəlməsi və bədənin əzilməsi təhlükəsidir. Psixoloji və emosional risklərdir. Uzun müddət iş saatında ola bilər və yaxud da işçi belə deyək də düzgün yuxu almayıb və yaxud da ki müəyyən stres altında olub, sabah işə gələndə biz bunu da risk kimi qəbul edirik ki, bu fəsadını işdə ola bilər göstərər. Bioloji risklərdir ki, kənd təsərrüfatı sahəsində, bundan sonra səhiyyə obyektlərində işləyəndə xəstəliklərin yayılması üçün bu riskləri əvvəlcədən qiymətləndiririk, ona uyğun iş şəraitinin yaradılması və işin görülməsini təmin edirik. Sual istədim İlham müəllim, sizin də rəsmi münasibətinizi öyrənim. Yəni sizcə risklər və təhlükələr nələrdir bu mühafizə baxımından? İlkin olaraq bizim burada risklər və təhlükələr biz qanunvericilik, təbii ki, bir ölkə qanunvericiliyimizin norma və qaydalarının iş yerlərində tətbiq olunması.
Artıq bir iş yerində qanunvericiliyin tələbləri tətbiq olunmursa, əmək mühafizəsi norma və qaydalar, standartların tələbləri tətbiq olunmursa, bu özü böyük bir risk daşıyır. Burada biz təhlükəsizlik görə bilmərik. İlkin riskimiz budur. Digər risklərə gəldikdə isə onların bir neçəsini İlkin müəllim sadaladı. Bundan əlavə də biz əvvəl də müzakirəmizdə qeyd etdiyimiz kimi mütəmadi olaraq işə götürən tərəfindən təlimatlandırmanın, təlimin keçirilməsinin təmin edilməsi və işçilərimiz tərəfindən bunlara riayət olunmasıdır. Mütləq keçirilmiş, eyni ilə necə ki biz əmək məcəlləsində qeyd edirik ki, 215-ci maddədə işə götürən və onun mülkiyyətçi və işə götürənlərin vəzifə öhdəlikləri, eyni ilə də 216-cı maddədə işçilərin vəzifələri qeyd olunmuşdur ki, hansı ki bizim işçilər tərəfindən də keçirilmiş təlimatlara, təlimlərə riayət olunmalıdır, verilmiş fərdi mühafizə vasitələrindən, kollektiv mühafizə vasitələrindən, standartlara uyğun, normalara uyğun istifadə olunmalıdır. Hər hansı bir təhlükə yaranarsa dərhal işi dayandırmalıdır. Bununla bağlı rəhbərliyə məlumat verilməlidir. İstehsalatda istifadə olunan avadanlıq qurğular, bina qurğu və avadanlıqlar əmək mühafizəsi norma və standartlarına cavab verməlidir. Məsələn, xanım, işə götürənlər əməyin təhlükəsizliyinə bağlı konkret hansı addımlar atmalıdırlar? Onlara nə tövsiyələr verə bilərsiniz bu baxımdan? Burada əslində biz qanunvericilik tərəfindən çıxış eləsək, Əmək Məcəlləsinin 215-ci maddəsi və 222-ci maddəsində işə götürənlərin sağlam əmək mühafizəsi şəraitinin, təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı vəzifələri qeyd olunmuşdur. Bunların qurulmasıdır. Hansı ki, eyni ilə də iki müəllim qeyd elədi. Məsələn, 215-ci maddə normal əmək və istirahət rejiminə riayət edilməsi. İki müəllim az əvvəl qeyd elədi, o yuxu rejimi falan olması. Bəzən olur ki, işçi artıq iş saatlarına cəlb olunması, işçinin fiziki olaraq yorğunluğu və ya zehni olaraq yorğunluğu hansısa bir bədbəxt hadisənin baş verməsinə gətirib çıxara bilər. Belə olanda bəs məsuliyyət kimin üzərində olur? Təbii ki, burada artıq işə götürən üzərindədir. Ki, işçinin əlavə iş saatlarına əlavə edilməsi. Yox, biz qeyd elədiyimiz kimi ilkin müəllim digər hissədə də ki, işçinin də öz vəzifə öhdəlikləri vardır və onlara riayət eləməlidir. Ağır zərərli işlərdə çalışan işçilər, yeraltı işlərdə çalışan işçilərin müalicə profilaktik vasitələrin verilməsidir. İşə götürən vəzifələr. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasıdır. Kollektiv mühafizə vasitələri ilə təmin olunmasıdır işə götürən vəzifələr. Biliyinin yoxlanmasının təmin olunmasıdır. Qeyd elədiyimiz kimi bina qurğu avadanlıqların əmək mühafizəsi norma standartlarına, qaydalarına cavab verməsidir. Bu formada. Əlavə olaraq iş yerində mütəmadi olaraq işə götürənlər 222-ci maddəyə əsasən sağlam əmək mühafizəsi şəraitinin yaradılması və mütləq bu sahəyə nəzarət edilməsi, bununla bağlı hər hansı bir dəyişiklik baş verərsə iş yerində, bununla bağlı işçilərin məlumatlandırılmasıdır. Bunlar işə götürənin vəzifə öhdəliklərinin üzərindədir. Təşəkkür edirik İlham müəllim. İlkin müəllim, bəs siz bir işə götürən sahibkar olaraq öz şirkətinizin əməyin mühafizəsi baxımından uğurlarını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, işlədiyimiz yerlərdə, elə öz ofisimizdə təhlükəsizlik qaydalarına riayət eləmişik, əməyin təhlükəsizliyinə riayət eləmişik. Uğur, onu hesab edirəm ki, mütəmadi olaraq maarifləndirmə işləri aparmışıq. Fiziki, psixoloji söhbətlər eləmişik işçilərimizlə, əməkdaşlarımızla və bunun nəticəsində də şükür ki, hələ bir bədbəxt hadisə olmayıb, baş verməyib, inşallah da olmaz. Yəni, uğurun, belə deyək də, nəticəsi qoyulmuş əməkdir. Yəni, o sərf olunan zəhmətdir, əməkdir ki, insanlarla bu... Təhlükəsiz iş şəraitinin daha çox olmasıdır. Daha çox olmasıdır, bəli. Elə də ki, mən qeyd elədik, bədbəxt hadisə baş vermişsə, xəsarət alma halı baş vermişsə, bu artıq əmək mühafizəsi sayəsində böyük bir uğurdur ki, işçilər həqiqətən yüksək formada təhlükəsizlik vasitələrindən həm təmin olunurlar, həm təlimatlandırılması təmin olunur və eyni ilə biz bu mədəniyyəti formalaşdıra bilmişiksə ki, bizim işçilər də bu qaydalara riayət edirlər və xəsarət alma halları baş vermirsə, bu özü böyük bir uğurdur. Əlbəttə ki. İlkin müəllim, qeyd etdiniz ki, uğurlarınızdan danışdınız və son olaraq istərdim ki, bizi izləyən sahibkarlar var. Hansı ki, bir nümunəvi müəssisə deyə bilərik də sizin müəssisənizə ki, nümunəvi bir müəssisənin sahibkarı olaraq sizi izləyən sahibkarlara nə məsləhət görərdiniz, nə tövsiyələr verərdiniz ki, həmin qaydalara əməl edərlərsə, belə deyim də, bu hadisələrdən, bu bədbəxt hadisələrdən, bu təhlükədən sovuşa bilərlər. Nə tövsiyə edə bilərəm? Öz fəaliyyətimizdə tətbiq elədiyimiz, belə deyək də, o normativlərə, qayda və qanunlara riayət olunmasını tövsiyə edirəm. Ən ümdə məsələ, bilirsiniz, işçini dinləmək lazımdır. Hər hansısa bir işçi gəlib, əgər deyirsə ki, misal üçün, mənim bu gün işləmək qabiliyyətində deyiləm və yaxud indi onun ailə problemi ola bilər,
fiziki psixoloji vəziyyəti yaxşı olmaya bilər, sağlamlığla bağlı nəsə bir günlük də problem ola bilər. Mən tövsiyə edərdim ki, elə insanları dinləmək lazımdır ki, və onlara heç olmasa maksimum dərəcədə şərait yaratmaq lazımdır ki, o belə deyək də gərgin bir insanın gəlib işdə hər hansısa bir işi görməyi o işdə daha çox qəza şəraiti yarada bilər və yaxud da riskləri daha çox artıra bilər. İnsanlarla mütəmadi maarifləndirmə işləri aparılmalıdır. İşçilərlə belə deyək də onların maarifləndirmə işlərinin nəticəsi olaraq necə o riayət edirlər, onlara diqqət eləmək lazımdır. Ən ümdə məsələ də bilirsiniz, biz müdrik xalqıq və biz düşünürəm ki, bizim hər bir insanımız bu mədəniyyəti özündə etibar eləməlidir. Bu artıq formalaşdırmalıdır. Hansı sahədə, hansı pillədə işləməyindən asılı olmayaraq bunun özü bir mədəniyyətdir. Ki, bu insanlar gərək öz mədəniyyətini göstərək. Ki, nə işə götürənə, nə özünə, nə işə götürənə, nə də dövlətə, belə deyək də, risk altında qoya əziyyət verək. Mən bu cür düşünürəm. Çox doğru. İlham müəllim, bəs siz nə tövsiyə verərdiniz burada bizi izləyən izləyicilərə, sahibkarlarımıza? Fikir olaraq bizim təbii ki, qanunvericiliyin tələblərinə əməl olunması, riayət olunmasıdır və bu sahədə həm Əmək Məcəlləsi, Əməyin Mühafizəsi bölməsində əməyin mühafizəsi qaydalarına uyğun tələblərinə riayət olunması. Bundan əlavə, ölkəmizdə qəbul olunmuş standartların, ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının əməyin mühafizəsi sahəsindəki konvensiyaların tələblərinə riayət olunması, əmək şəraitimizin buna uyğun qurulması və bu yeni standartların tələblərinə uyğun qurulması. Hansı ki, biz artıq mətbuatda da yayılıbdır. Dövlət Əmək Müfəttişliyi Xidməti ötən il ərzində və hal-hazırda da yeni standartlar qəbul olunması, hazırlanmasının üzərində işlənilir və kifayət qədər sayda əmək mühafizəsi sahəsi üzrə standartlar qəbul olunmuşdur. Dövlət standartı kimi təsdiq olunmuşdur. Bu standartların tələbinə uyğun iş şəraitinin qurulması, iş şəraitinin yaradılması, təhlükəsiz əmək mədəniyyətinin yaradılması və formalaşdırılması hər bir müəssisə üçün təhlükəsiz iş saatının çox olması böyük bir uğurdur. Və biz bu mədəniyyəti formalaşdırdıqsa, bizim də gələcəkdə artıq işçilərimiz bu hissələri daha bu mədəniyyət formalaşdıqsa və öz təhlükəsizliyini daha çox düşündüksə, əlbəttə ki, onlar seçəcəyi, çalışacağı müəssisədə bu hissələrə diqqət yetirəcəklər ki, burada bədbəxt hadisə ilə bağlı işçinin təhlükəsizliyi nə dərəcədə qorunur? Yüksək səviyyədə təmin olunurmu, olunmurmu? Qanunvericiliyin tələbləri gözlənilirmi, gözlənilmirmi? Ona görə də təhlükəsiz bir mədəniyyətin yaradılması, təhlükəsiz əməyin mühafizəsi mədəniyyəti. Bu həmişə götürənin uğurudur. Hansı ki, bədbəxt hadisənin baş verməməsi İlkin müəllimin özündə qeyd etdiyi kimi ki, bədbəxt hadisə baş vermirsə, təhlükəsiz iş saatı çoxdursa bu işi götürür. Və bu artıq gələcəkdə digər yeni işə qəbul olmaq istəyənlərin artıq seçəcəyi bir müəssisə ki, öz fəaliyyətini bu müəssisədə davam etmək istəyəcəklər ki, bizdə burada təhlükəsizliyimiz təmin olunur. Bu isə təkcə işə götürənlərin üzərində deyil, əlbəttə ki, bu hal işçilərimizlə də bağlı olmalıdır. Bəzən təəssüflər olsun ki, bizdə o mədəniyyət formalaşmıyor ki, bizlər işə qəbul olduqda daha çox digər hissələri suallarını veririk, maddi və ya digərləri. Amma ilk öncə təhlükəsizliyimizdir. Və hər birimiz düşünürəm ki, işə çıxan insanların bir məsuliyyətləri var, onlar geridə gözləyənləri var. İstehsalatda çalışan olsun, digər sahədə çalışanlar olsunlar. Bizim ən böyük şüarımız bundan ibarətdir ki, işçilərlə bağlı texniki təhlükəsizlik qaydalarına riayət edəcəm. Çünki onlar məni gözləyirlər. Gözləyirlər dediyimiz yerdə bizi gözləyən ailəmizin olmasıdır. Ona görə də bizim öz təhlükəsizliyimiz, əmək xəsarət almağımız və ya əmək qabiliyyətini itirməyimiz və ya həyatımızı itirməyimiz bu təkcə bizim özümüzə yox, həm də bizim ailə üzvlərimizə təsir eləyir. Bu hissədə bərabər formada deyərəm, bölmək istəmərəm. Həmişə götürənin üzərinə yük düşür, həm işçinin üzərinə yük düşür. Biz dövlət orqanı olaraq daha çox qanunvericiliyin tələblərinə riayət olunması, standartların tələblərinə riayət olunması. Amma digər hissələr artıq bu həm də işə götürənin özünün bir mənəvi borc deyərik ki, bu təhlükəsizliyin təmin olunması, işçilərin xəsarət alma hallarının baş verməməsi. Təbii ki, məsləhət budur ki, qanunvericiliyin tələbinə riayət olunması və mədəniyyətin formalaşması. Yəni ümumilikdə çox təşəkkür edirəm İlham müəllim. Belə qənaətə gələ bilərik ki, bugünkü müzakirəmizdən
Əməyin mühafizəsi sadəcə bir qayda, qanun deyil. Bu eyni zamanda bir mədəniyyətdir ki, hansı ki biz bu mədəniyyətə əməl etməliyik. Nəyə görə? Təhlükəsizliyimizi qoruyub saxlamaq üçün. Çünki insanın canı, sağlamlığı çox dəyərlidir və biz bu dəyəri qoruyub saxlamalıyıq ki, sabahları özümüzü sığortalaya bilək. Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət formalarını sonda istərdim bir daha xatırladım və ənənəvi olaraq ekrana gəlsin. Ekrandan gördüyünüz kimi 142 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Dost mərkəzlərinə yaxınlaşa bilərsiniz. Xidmətin sosial şəbəkə hesablarına yaza bilərsiniz. WhatsApp nömrəmiz 010 525 55 45. Elektron poçt ünvanımıza yaza bilərsiniz. damx@sosial.gov.az və poçt ünvanımız Svetlana Məmmədova küçəsi 107. Belə əziz izləyicilər, əgər əmək hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, bizə müraciət etməkdən çəkinməyin. Bizdə isə bu qədər. Sağ olun.